Mən Abdullayev Azad Zadıloğlu, Masallı rayon Boraca qəsəbə sakiniyəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Ədliyyə Naziri cənab Farid Əhmədova və Məhkəmə Hüquq Şurasının sədri cənab İlham Kərimova dövlət qurumlarının, dövlət məmurlarının özbaşınalığı, qanunsuzluqları və dövlətin adından çıxardılan məhkəmə hökm və qətnamalarını saymamalarına və tapdalmalarına görə müraciət edirəm. Cənab Prezident, hər bir vətəndaş banka və yaxud dövlət qurumuna işıq pulu, qaz pulu, maşın cəriməsi fərqi yoxdur. Əgər borclu olarsa, məhkəmə qətnaması olarsa, vətəndaşın pensiya alırsa pensiyasına, bank hesabı varsa bank hesabına, hətta dövlətdən çıxışına da qadağa qoyulur. Bəs necə ola bilir ki, dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları mənim əmlakımı mənimsəyib, məhkəmə hökm və qətnamaları var. 5 ildən artıqdır ki, Lənkəran İcra Proporsiya şöbəsində olmasına baxmayaraq, bugünkü günə qədər heç bir nəticə olmamışdır. Dəfələrlə mənim səylərimə baxmayaraq, aparılan icra tədbirləri nəticə verməmişdir. Hətta 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəliflərin qorunması xidmətinin kiçik qızlağat balıq artırma təsərrüfatının əmlakına həbsdə qoyulub, məhkəmə qətnaması qüvvəyə də minib, Sərraf MMC tərəfindən qiymətləndirilmə də gəlib, qiymətləndirmə də aparılıb. Lakin sonra Lənkəran İcra Proporsiya şöbəsi nə oyuncaq atdısa, məhkəmə qətnamalarını icra eləmədi. Bugünkü gündə Lənkəran İcra Proporsiya şöbəsinin məmuru Abbaszadə Çinar Mustafaoğlu məhkəmə qətnamalarını icra eləməməkdən ötürü, öz acizliklərini bildirməkdən ötürü, dövlət qurumlarının tərəfini saxlamaqdan ötürü icra eləyə bilmirik deyə Şirvan Kommersiya Məhkəməsinə geri qaytarmışdır. 8-ci 5-ci ayda məhkəmə zalında bir neçə nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları iştirak edir. Hüquq şöbəsinin işçiləri iştirak edir. Lənkəran İcra Proporsiya şöbəsi bütövrdə bir neçə nəfər iştirak edirdi. Kiçik mənə borclu təşkilat, əmlakı mənimsəyən təşkilatın rəhbərliyi Abbasov Dadaş və onun əlaltıları orada iştirak edirdilər. Məhkəmə qətnamalarını itibata salmaqdan ötürü bu dövlət məmurları əllərindən gələni eləyirlər. Hətta Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasov onlara sual verdi ki, bir vətəndaş borcu olanda məmur olaraq, icra proporsiya olaraq vətəndaşın əmlakına da göz dikilir, əmlakı da satılır, şalvarına kimi satılıb ödətdirilir. Və bugünkü gündə niyə dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlətin adından çıxardılan məhkəmə qətnamaları bugünkü günə kimi niyə icra eləməmişsiniz? Deməli, cənab Prezident, dövlət məmurları məhkəmə qətnamalarını icra eləməməkdən ötürü əllərindən nə gəlirlər? Qanun var, icrası yox. Məhkəmə qətnaması var, icra olunmur. Əgər ki, borclu təşkilat, dövlət qurumudursa icra olunmur. Əksinə olanda borclu şəxs, sadə vətəndaş olsa, yenə deyirəm, vətəndaşın anasını da ağladırlar, şalvarını da satdırırlar, əmlakını da satdırırlar. Fərqi yoxdur onlar üçün. Hardan gətirirsən get, hansı yola düşürsən düş, dövlətə olan borcunu ödə. Və yaxud cərimə borcun varsa ödə, banka borcun varsa ödə, hər bir quruma borcun varsa ödə. Yalnız qərarlar, qanunlar vətəndaşlara aiddir, dövlət məmurlarına aiddir. Dövlət məmurları isə borclu olduğu halda məhkəmə qətnamalarını icra eləməməkdən ötürü həmin borc puldan çox pul xərcləyirlər ki, vətəndaşa pulu ödəməsinlər. Həmin puldan çox pul xərcləyirlər ki, vətəndaşa pul ödəməsinlər, cənab Prezident. Nədir bu məmurların vətəndaşlarına alıb verəmədiyi? Bu boyda nifrət bu məmurlara, dövlət qurumlarına, xalqa qarşı hardan gəlib çıxır? Bunun mənbəyi nədir? Niyə dövlət qurumları vətəndaşlara bu qədər nifrət bəsləyirlər, bu qədər əzirlər, bu qədər zülm edirlər? Bu nifrət, bu nə bilim, bu insanlara qarşı bu min bir oyun hardan gəlib çıxır? Bu nifrət bunlara hardandır? Bunların mənbəyi hardandır? Niyə qanunlar icra olunmur? Biz dərdimizi kimə deyəyin? Biz dərdimizi kimə deyən, cənab Prezident? Ədliyyə Nazirinin qəbuluna gedirəm, baxan yoxdur. Son 3 dəfə, heç mənə qəbul eləmirlər qəbula.
bu qəbul şöbəsinin işçiləri məni buraxmırlar qəbula. Kimin yanına gedirəm qəbul eləmirlər. Lənkəran İcra Prokuror şöbəsinin iş bilməməzliyi sırf məhkəmə qətnamalarına işlədiyi halda niyə məhkəmə qətnamalarını geri qaytarırlar? Niyə öz acizliklərini bildirirlər? Niyə dövlət qurumları vətəndaşın anasını ağladır, buna baxan yoxdur? Niyə biz minlərlə müraciət edirik, buna baxan yoxdur? Niyə səsimizi sosial şəbəkələrdən məcbur edirik, çatdırırıq, buna baxan yoxdur? Cənab Prezident, xalqın dərdinə yanan bir qurum var, bizə deyin, ya məni şəxsən Abdullayev Azad Zadir oğlu olaraq Azərbaycan Respublikasının vətəndaşlığından çıxardın, hansı ölkənin vətəndaşlığına verirsiniz, verin. Ermənistan olsun, İran olsun, Rusiya olsun, hər hansı bir dövlət, xarici dövlət, hətta Afrika dövlətlərinin vətəndaşı olmaya hazıram. Çünki bu məmurların zülmündən, bu məmurların özbaşarlığından, bu məmurların məmur xaosundan, hədə qorxularından dahi cana bezmişik. Əlimdə məhkəmə hökm və qətnamaları var, döymədiyim qapı yoxdur. Sizin köməkçiləriniz başda olmaqla, Mehriban xanımın katibliyi başda olmaqla, bütün dövlət qurum rəhbərləri başda olmaqla hamısının qəbulunda olmuşam. Lakin dövlətin adından çıxardılan məhkəmə qətnamalarına dövlət qurumlarından və dövlət məmurlarından fərqli olaraq vətəndaşlardan başqa riayət edən heç kim yoxdur. Çünki deyirlər ki, biz dövlət qurumuyuz. Niyə? Dövlət qurumu olmaq məmurlara bu imtiyazı verir ki, vətəndaşların əmlakını mənimsəməlidir. Onlara bu hüquq hardan verilir ki, vətəndaşların əmlakını mənimsədiyi anda dövlət qurumu olaraq, dövlət qanunvericiliyi olaraq məhkəmə qətnamaları niyə icra eləmirlər? Bunlar hansı dövləti qulluq edirlər? Bunlar kimə qulluq edirlər? Nə sizin tapşırıqlarınızı sayırlar? Nə sizin vətəndaşlar haqqında dediklərinizi sayırlar? Siz dəfələrlə deyirsiniz ki, dövlətin mənbəyi xalqdır. Hanı cənab prezident? Hanı bu məmurların xalqa verdiyi qiymət? Hanı Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamalarına qoyulan hörmət? Hanı qanun var, icrası yox? Qanun var kağız üzərində. Yalnız vətəndaşlara aiddir bu qanunlar. Məmurlara bu qanunların heç bir aidiyyatı yoxdur. Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ədliyyə Naziri cənab Fərid Əhmədov, Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimov, Milli Məclisin sədri Sahibə xanım Qafarova, Ombudsman Səbinə xanım Əliyeva, Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına sahib çıxın. Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə hökm və qətnamalarına sahib çıxın. Yalnız vətəndaşlar üçün qanunlar işləyir. Məmurlar nə qanun tanırlar, nə dövlət tanırlar, nə tapşırıq tanırlar. Yalnız cənab prezident çıxış edəndə sadə də yalandan alçalmaydan başqa heç də bilmirlər. Boş-boş danışmaydan başqa, boş-boş qanunların danışmaydan başqa heç də bilmirlər. Çünki onlar qanunlara riayət eləmirlər. Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə və hökm qətnamalarını saymırlar. Yalnız öz civlərinə, yalnız öz ailələrinə, yalnız öz qohum əqrabalarına. Çünki bütün dövlət qurumları bir-birlərindən qohumdular, bir-birlərindən əldirlər, bir-birlərinin zibillərini ötməyə and içiblər. Ona görə də, buna görə, bunların bu hərəkətlərində görə əzilən yalnız biz xalqıq, biz vətəndaşıq. Cənab prezident, biz vətəndaş olaraq, siz də Azərbaycan Respublikasının prezidenti olaraq biz yalnız sizdən kömək istəyirik. Əgər bizə bu köməkliyi eləmirsinizsə, xahiş edirəm, məni Azərbaycan Respublikasının vətəndaşlığından hər hansı bir Afrika ölkəsinə, Zimbabweyə, məndən hansı ölkə olur olsun, verin, mən çıxarıb gedim. İstəmirəm bu ölkədə yaşamaq, istəmirəm bu qanunların əzilməyini görmək, istəmirəm haqqımı, hüquqlarımın tapdalanmasın. Vətəndaş olaraq haqqımı tələb edirəm və sona qədər da buna gedəcəyəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurlarının özbaşınalığına, Lənkəran İcra Prokuror məmurlarının özbaşınalığına, Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə hökm və qətnamalarının tapdalanmasına son verilsin. Dövlətin adından çıxardılan məhkəmə hökm və qətnamaları fərqli yoxdur. Prezident başda olmaqla hər kəsin eyni qüvvəni daşıyır. Hər bir vətəndaş vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq prezidentə qədər Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə hökm və qətnamalarını riayət eləməyə, icra eləməyə borcludurlar. Və mən bu qanuna əsasən xahiş edirəm, Ekologiya və Təbii Sərvətlər Nazirliyi özbaşınalığına son verilsin. Ekologiya Nazirliyi məmurlarının özbaşınalığına son verilsin. Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə hökm və qətnamalarının çıxarılmasına son verilsin. Və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənə vurulmuş olduğu ziyanı Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə hökm və qətnamalarına əsasən ödənilməsini tələb edirəm.